İndi isə mətn informasiyasının kodlaşdırılmağına aid bir məsələ həllinə baxaq. Bələdçi test topusundan 142 nömrəli misalın həlli. Deyir ki, 64 simvolluq əlifba yaddaşda 15 bayt yer tutarsa, məlumat neçə simvoldan ibarətdir? Birinci biz 64 simvolluq əlifba deyirsə, birinci biz əlifbanı 2-nin qüvvəti şəklində yazmağı bacarmalıyıq. Çünki birinci bir simvolun yaddaşda tutduğu həcm nə qədərdir, onu təyin etməliyik. 206 olduğu üçün, deməli bir simvol yaddaşda 6 bit yer tutacaq. Düsturumuz da aydın məsələdir. V-ni tapmaq üçün simvolların sayını vururuq bir simvolun yaddaşda tutduğu həcmə. Burada da n bir simvolun yaddaşda tutduğu ölçü vahididir ki, n bərabər də 6 olur. V-miz 15 bayt, n-imiz də 6 bit. Simvol da bərabərdir V bölünsün n. 15 bayt bölünsün 6 bit. Müxtəlif ölçü vahidləri olduğu üçün baytı bitə gətiririk. 15 vurulsun 8 bölünsün 6. İxtisar aparırıq. 20 simvol. Sadəcə cavab C variantı.